Keyfini alalım. Bu yandan gəlirəm. Yaxşı deyirsən. Səndərə baxmaq olar. Sənət yoxdur, qardaş. Sən də versin səndəri gətir. Nəysə, tanış olduq. Gələ bilərik. Səndə təqdim edeyim. Yox, sənət yoxdur, qardaş. Özür dilərim, raport edəcəm siz. Bir deyil. Hala. Bax, sonra qaytar. Prava verin də mənə. Yox, sən ona bax da. Ay, bir şey deyirəm. Bu həm pravadır, həm tək pasportdur, həm də ki, buraxılış kağızdır. Bir dənə də bax, gedək biz, qardaş. Nəyə bura? Sən adına bax, adına. O kimin adına ona bax. Kimdir qardaş o? Tanıyırsan o adamı? Bilməsən deyəcəm. Yəni, tanışlıq verək. Yox, tanıdım. Tanıdın? Yəni, prezidentimizin bacısıdır, mərhum prezidentimizin. Allah rəhmət. Gedə bilərik. Getməyinə gedin. Ha. Başqa sözün var nəsə? Orada nədir? Tormuzu yoxlayırdıq, qardaş. Gedə bilərik. Maşın elə bir ki, sizindir də, siz sürürsünüz. Maşın, qardaş. Elə bil ki, yox, mənimdir. Elə bir tanıdır. Pravam var, qardaş. Yoxdur, yeridir, bilir, sən öl yoxdur, bax, özüm ölüm yoxdur. Prava lazımdır sənə. İçmirsən? Ay, içmirsən nəsə? Ay, bir verdən ağıtmışam, yox orada. Vedrə ha, vedrənin dibində qaldı, durdum. Dedim gedim Bakıya, yatım, səhər oturacam, işim var. Yox, mən başa düşmürəm, o sənə sənə bəs eləmədi, hə, qardaş? Sən bir dənə özünüzlə təqdim elə adım familiya. Dedim axı, təqdim elə. Bizə. Elçin Hacıbalayev. Hacıbalaya da Elçin sən, hə sən? Sən bu vəzifədə işləmək istəyirsən də yəqin ki. Ha, işləməsən işləməzdim ki. İstəyirsən də yəqin ki. Onu sənədi verib də mənə. Sən bu mən sən... Sağ ol. Yəni işləmək istəyirsən, sağ olmasa çıxaq gedək. Hələ danışmadan. Yox, sən bu sənədi görmüsənsə, bu sənə azlıq eləyirsən. Mən elə danışmağı məni sən məcbur eləyirsən. Danışıb... Yəni sən bu sənədi görüb bizə bir sağ ol demirsənsə, da mən nə deyirsən? Bəli, yaxşı, Qurqon, plyonka. bəli, Özümüz sərxoş. bəli. Bir danış eləmişik də, yoxsan qabağınızda. Sən bizə hörmət eləmirsən. Sən qabağa getməkdirsən. Necə? Hörmət eləyirəm də, sən necə hörmət Sən eləyirəm? adını da düzgün, familiya da düzgün. Biz bu barədə bir tədbir görərik. Allah sənə kömək olsun. Sağ ol. Yəni başqa bir sözün var, qumluğun var. Dedim, Sağ o ol. maşını yavaş sürün. Sərxoş bizdə maşın sürmək olmaz. Onun qardaş hamı. Yox, biləm, yəni. Bəli. Bu Porodda da bu sürətlə maşın sürmək olmaz. Yes. Sağ ol, bırak, sağ ol. Yaşamaq istəmirsən be, hə? Hamımız yaşamaq. Ay, öləmərəm. Bu nə tutmur? Oldu, bırak, oldu. Qəşəng Mən deyirsən. cavan oğlandı. Hər şey qoyaq qırağa zor deyirsən. Yəni özümüzə qalsa yaxşı deyirsən. Mən də sizə qoyasın. Sağ ol. Borcum sizi qorumaqdır. Sağ ol. Boşun gəlməyə bilər mən sözümdən. Sən qəşəng deyirsən. Yox, qəşəng deyirsən. Cavan oğlandır, mən ona deməliyəm ki, yox, sən düz deyirsən. Onu danlamalıyam ki... Adım yox, danlamaq yox, danlamaq yox. İnşallah. Birbirimizə hamımız... O məndən bəlkə də bir 15 il bala. Hə. Neçə yaşın var qardaş, soruşmaq ayıb olmaz. 23. Desin qoy yaxşı. 23 yaşı var. 23 yaşım vardı, mənim 41 yaşım vardı. Mənim haqqım çatadı onu danlamaq. Hə. Yox, danlamaq yox, biz məsbik bilməzsən, sağ ol. Böyük kimi fikir mənə deyə bilərsən. Sən icazə versə biz gələklər tələşirik. Sağ ol. Daha. Gəl görüm qardaş. Ay, keyfin nətədir?